Bu videonu xahiş edirəm, bəyənin, paylaşın, getsin o İlham Əliyevin qabağına çatsın ki, görsün ki bu videonu. Baxsın ki, mənim söz verdiyim, söz demiştim ki, qazilər, qayğı lazımdır, diqqət lazımdır. O dediyim söz uçub gedibdir, yoxdur. Mənim dediyim söz havaymış. Diqqət qayğın budur sənin. Mən vaqonda yaşayıram. Budur diqqət qayğın. Buradan mənə səsimə səs verməsə də olar İlham Əliyev. Amma bax bu sözü deyirəm, heç nədən qorxum yoxdur. Gəlsin, DTQ aparmır, hansı aparır aparsın. Qorxmuram heç nədən. Gəlsin öldürsün, çünki ölmüş bir vəziyyətdəyəm. Kəş orada şəhid olardım. Bugünkü gündə mənim bir anam rahat yaşayardı. Yaxşı yaşayardı heç olmasa. Kəş orada şəhid olardım. Heç olmasa şəhidlərə də hörmət qoymurlar. Bir balaca